Həkim, süd vəzimi ultrasəs müayinə elətdirdim, ancaq heç bir problem yoxdur. Bəs niyə süd vəzlərim ağrıyır? Bu şikayətlərlə pasiyentlər mənə tez-tez müraciət eləyirlər. Qeyd eləyim ki, süd vəzdə heç bir dəyişkənlik və patologiya olmadan süd vəzləri ağrıya bilər. Süd vəzləri ağrıya bilər sözünü parantez altında almaq istəyirəm. Çünki süd vəzlərinin ağrısı bəzən süd vəziyə məxsus olan ağrı olmur. Qalxanvari vəz problemləri ilə bağlı ola bilər, ginekoloji problemlərlə bağlı ola bilər, hormonal problemlərlə, onurğa problemləri ilə bağlı ola bilər. Məsəl üçün, onurğada yırtıq var, disk sürüşməsi var, onurğada müəyyən sümüklərdə degenerativ dəyişikliklər səbəbindən ola bilər bu ağrılar, qabırğaarası sinir nevralgiyası və s. səbəbindən süd vəzləri ağrıya bilər. Bəzi hallarda ürək ağrısını süd vəzi, döş ağrısı kimi də hiss etmək mümkündür. Təbii ki, bütün bu patologiyanın, yəni səbəbləri araşdırmaq həkim tərəfindən olmalıdır. Çünki bəzi hallarda çox ciddi fəsadların və problemlərin xəbərçisi ola bilir süd vəzi ağrıları. Ona görə də süd vəzi ağrısına əsla diqqətsiz yanaşmırıq. Çünki daha ciddi dediyim kimi patologiyaların xəbərçisi ola bilər. Sadəcə vaxtında diaqnoz qoymaqla siz tam sağlam ola bilərsiniz.